İnsanlar bəzən elə hərəkətlər edirlər ki, o hərəkətləri adi hərəkətlər sayırlar, nə olacaq ki, deyib edirlər, lakin əslində onların cinayət olduğunu bilsəydilər, bəlkə də bu hərəkətləri etməzdilər. Məsələn, əlində material var, insanı şantaj edir. Lakin bu hədə-qorxu ilə tələb etmədir, 5 ilə qədər azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırıla bilər. Qohumunu rayonda işə düzəldir, 500 manat pul alır. Bu, rüşvət vermə və ya almadır. Cinayət məcəlləsində buna görə ağır cəza nəzərdə tutulmuşdur. Ərini və ya arvadını izləyir, kamera qoyur, lakin bu qanunsuz izləmə və qanunsuz məlumat toplamadır, cinayət hesab olunur. Telefon yazışmalarını yayır, lakin hesab edir ki, bu boş bir əməldir. Əslində isə bu, insanların şəxsi həyatına aid olan məlumatları yaymaqdır və cinayət hesab olunur. Kimisə sosial şəbəkədə təhqir edir, lakin bu cinayət məcəlləsində təhqir sayılır və əgər ictimai şəkildə edilərsə, azadlıqdan məhrum etmə cəzası verilə bilər. Xırda dava edir, üzünə şillə vurur, ailə-daxili məsələdir deyib keçir üzərindən. Lakin bu xuliqanlıq və zorakılıq hərəkətləri sayılır və cinayət hesab olunur. Bu hərəkətləri edən şəxslər çox vaxt bunları ani qəzəbdən edirlər, yaxud zarafat və ya anlaşılmazlıq kimi qəbul edirlər, lakin əslində bunları qabaqcadan bilmək lazımdır və bu hərəkətlərə yol vermək lazım deyildir.